Bir kəpənək var imiş. Baharın ilk günlərində bir papatyaya rast gəlib. O ağ çiçəyə ilk baxışdan vurulub. Hər gün onun yanına uçub, ətrafında fırlanıb, onunla günəşə baxıb, küləklə rəqs edib. Papatya da onu sevirmiş, amma deməyə cəsarət eləmirmiş. Zaman keçib. Kəpənək bilirmiş ki, ömrü çox qısa olacaq. Bir gün son nəfəsini verdiyindən xəbərdar halda papatyanın yanına gəlib. Solğun qanadları ilə onun üstünə qonub və titrəyən səslə deyib: "Səni sevirəm." Papatya susmuş bir an. Sonra sakitcə cavab vermiş: "Mən də." Və deyə bilməmiş: "Səni sevirəm." Çünki qorxmuşdu. Hisslərini tam deyə bilmədən gözləyib gecikmişdi. Kəpənək isə gülümsəyərək gözlərini yummuş, bir daha açmamaq üçün. O gündən sonra papatya boynunu büküb, nə küləyə cavab verib, nə günəşə baxıb. İçində bir peşmanlıq, bir sükut qalıb. İnsanlar o gündən sonra papatyanı sevgi ilə bağlayıblar. Yarpaqlarını qoparıb soruşublar: sevir, sevmir. Amma heç kim bilməyib ki, bu sual bir papatyanın deməyə gecikdiyi sözlərdən yaranıb.